Hər kəsə salam. Eders platformasının təsis etdiyi App Security proqram təhlükəsizliyi 303 dərsləri davam eləyir. Bu gün ikinci dərsdəyik. Mövzumuz SQLI-dir. SQLI nədir? Nədən yaranır? Nədən qaynaqlanır? SQL injection, yəni SQL injeksiyası Azərbaycanca desək, yaranma səbəbi gələn inputdakı fieldin, yəni boşluğun, bizim dəyərin birbaşa SQL sorğusunda istifadə olunmasından yaranır. Bunun fərqi yoxdur. Native dildə yazdığınız, SQL sorğusunu birbaşa yazdığınız və ya yazmadığınız, ORM strukturunu düzgün istifadə eləmirsinizsə də, ya da ki, koder olaraq yazdığınız SQL əmrindən, bazaya göndərilən istəkdən əmin deyilsinizsə də, böyük ehtimal bu SQL injection zəifiyyətinin sizin proqramda görünməyi mümkündür. Bu dərsdə biz SQL injection'ın yaranma və necə exploitation olunan qisminin birinci hissəsini göstərəcəm. Ancaq bu dərsdən xaric bundan sonraki dərslərdə də kiber təhlükəsizlikdə exploitation qismi necə aparılır və necə məsəl üçün SQL injection-dan fayl yerləşdirilir və sair kimi bir çox mövzunu incələyəcəyik. Kodumuz Python kodudur. Çünki Python dilində daha asan incələyə biləcəyimizə inanıram bu kodu. Burada gördüyümüz kodda SQLite-ə bağlanır. Ancaq fərqi yoxdur. MySQL, Oracle, hər hansı bir SQL bazasına bağlandığınız zaman biz SQL injection-dan söz aça bilərik. Gördüyünüz kimi yuxarıda bir select sorğusu var. Select from user istifadəçilər cədvəlindən bütün sütunları çəkir. Hansı ki, istifadəçi adı xaricdən gələn username və parol da password-a bərabər olan. Bu sorğu birbaşa connection kursor vasitəsilə alınır və execute olunur. Kursor vasitəsilə execute olunur. Execute olunandan sonra bütün cavablar, rezultatlar çəkilir və ondan sonra bir ekrana yazılır. Buradakı problem sorğudadır. Sorğuda username yerinə mən yazdığım informasiya yazılır və mən bu informasiyanı dəyişə bilirəm. Yəni, where clause-undan sonra username'i axtarış eləyəcəyimiz yerə mən istədiyim payload yazıb bu sorğunun məqsədini dəyişmə imkanına sahib olam deməkdir. Bu imkana sahib olmağım SQL sorğusunda tamamilə fərqli bir yerə gətirir bizi. Düzgün kod əslində bu formada olmalıdır. Bu formada olmalıdır deyəndə nəyi nəzərdə tuturuq? Gördüyünüz kimi sorğudakı fieldlar boş şəkildə buraxılıb. Username-ə sual işarəsi və parola da sual işarəsi qoyulub. Bu, ondan sonra aşağıda execute zamanı parametr olaraq sonradan verilibdir. Sorğunun kursor vasitəsilə execute olunduğu sətrə baxanda sorğunu və onların parametrini görürük. Proses necə olur arxa planda? Arxa planda Python bu sorğunu götürür, icra edir SQL sətrində. Ondan sonra da bu parametrlərə görə icra et deyir və parametrləri yollayır. SQL injection burada niyə yoxdur və yaxud bunu niyə belə bərpa edirik? Çünki SQL injection bizim sorğuya sorğu əlavə eləməyimizə kömək edən bir zəifiyyət növüdür. Yəni exploitation qismində. Zəifiyyətin hansı ki o istismarı müddətində, exploitation istismar deməkdir bu arada, istismarı müddətində biz hal-hazırda olan sorğunu dəyişdirərək öz işimizə yarayacaq formada databazadan bazaları çıxardacaq və yaxud onları siləcək və yaxud ora fayl yerləşdirəcək formada dəyişikliklər edirik. Bu dəyişikliklərin olunmaması üçün sorğu birbaşa yollanılır. Yəni buradakı execute nümunəsində
sorğu birbaşa yollanır. Bu sorğudan başqa sorğu icra eləmə deyilir və hansı parametrlərə görə icra olunacağı təyin edilir. Payload nətər görünür? Burada qeyd eləmişəm bu qismdə incələsəz union sorğularını və yaxud birləşdirmə qismlərini görəsiniz. Məsəl üçün shantmc.com-da bizim şirkətin saytında /post deyilən bir endpoint olduğunu fərz eləyək. Yəni belə deyək də xəbərlər /1. Bu 1-i mən artıq dəyişdirə bilirəm. Yəni 1 2 yazsam burada ikinci xəbər gəlir. Mən burada o sorğunu bu şəkildə dəyişirəm. 1 üstə gəlinsin SQL-də toplama əmri olaraq conclusion eləyir, birləşdirir. İki mətni birləşdirir. Payload yazıram. Payloadda union select sətir sayı ola bilər ya da ki subquery ilə ola bilər. Bu o deməkdir ki, mənim bayaq göstərdiyim nümunədəki password qisminə, name qisminə gələn input bura olduğunu fərz eləsək, mən artıq orada SQL kodu yazmış kimi oluram. Bundan nələr eləmək olar? Təhlükənin əslində böyüklüyü çoxdur. Əgər PHP-də serverdə PHP varsa və yaxud Apache serverdə işləyirsə də kod, birbaşa fayla qədər yaratmaq mümkündür. Bazaları çəkmək mümkündür bayaq saydığım kimi. Onun üçün də qarşısı qabaqcadan alınmalıdır bu şəkildə zəifiyyətlərin. İndi isə gəlin qısa bir test eləyək. Bəli, gördüyünüz kimi mən bir sayta girdim hal-hazırda. Test.php adında bir laboratoriyadır. Bu laboratoriyada sizə nümunələri göstərəcəm. Yəni payload necə, exploitation necə aparılır. Ondan sonra dillərə görə sizə tapşırıqlar verəcəm. O applicationlarda olan zəifiyyətlərin hamısını kod olaraq incələyib, həmin kodları bərpa eləyib, ondan sonra həmin application'ı report olaraq hazırlamağınız tələb olunacaq bu dərslərdə. İndi isə gəlin buradakı exploitation-a baxaq. Mən hal-hazırda kateqoriya 1-deyəm. Mən gəlib buradan kateqoriya 2-ni çağırsam, kateqoriya 2 gəlir. Kateqoriya 2 minus 1-i çağırsam, gördüyünüz kimi birinci kateqoriyaya gəlir. Yəni mən buradakı iki sorğunu birləşdirə bilirəm. Bu şəkildə də union select gördüyünüz kimi mən payload yazdım. Union select
Select-dən sonra rəqəmləri düzdüm. Bu rəqəmlər nə deməkdir, nə mənaya gəlir? Biz əgər SQL-də bu sadə SQL sorğusudur. Əgər bunu başa düşmüsünüzsə də 202 proqramlama dərsinə qayıtmağınızı tövsiyə edirəm. Proqramlamada SQL tərəfdə zəifliyiniz var deməkdir. SQL-də biz əgər iki sorğunu birləşdiririksə uniondan istifadə edirik. Və burada select sorğusunu birləşdirdim. Select sorğusunda isə çəkdiyim sütunların sayı birinci sorğudakı sütunların sayı ilə bərabər olmalıdır ki, sorğu işə yarasın. Yoxsa xəta verəsiydi mənə. Və hal-hazırda 7, 2, 9 kimi bir belə deyim, kateqoriyada görürük burada. Bu gördüyümüz rəqəmlər nədir? Yəni birinci sorğuda gələn bu parametrlər bizim cədvəlin 7-ci, 2-ci, 9-cu. Məsəl üçün bu yazı bundan qabaqki sorğunun ikinci sütunundadır. Bu o deməkdir ki, mən bura ikinci sütuna subquery yazsam, məsəl üçün database query'sini yazsam, function'ını yazsam, artıq mənə database'in name'ini çıxartdı. Və bu query'ni dəyişdirə-dəyişdirə, məsəl üçün version deyə qeyd eləsəm, versiyasını çıxardacaq. Hərf səhvi. Gördüyünüz kimi serverin version'ını çıxartdı. Yəni buradakı zəifiyyət əslində irəli götürdükcə exploitation'ı fərqli şəkillərdə izah eləmək olar. Sadəcə hal-hazırda bizim sizə göstərə biləcəyimiz kodda niyə bu zəifiyyəti buraxmamalısınız kimi sualımız cavabını tapsın deyə biz laboratoriyada bunu sizə göstəririk. Yazılı mətnləri oxumağı unutmayın. Bundan sonra inşallah ki yazılı mətnləri oxumağı unutmayın. Verilən tapşırıqlardakı kod nümunələrinə baxın, incələyin və onlarda olan zəifiyyətləri də axtarmağı yazılan tapşırıqları onlarda zəifiyyətləri axtarmağı da unutmayın.